Qoç bürcü. Çox dinc, səbirli və nəzakətli olmağa çalışın. Bugün ünsiyyət baxımından çətin olacaq və mübahisə ehtimalı yüksəkdir. İşgüzar tərəfdaşlar arasında fikir ayrılıqları o qədər ciddiləşə bilər ki, əməkdaşlığı davam etdirib-etdirməməyi düşünməli olacaqsınız. Unutmayın ki, indi açıq münaqişədən qaçınmaq məsləhətdir və əgər işləri yoluna qoymaq sizin əlinizdədirsə, buna çalışmalısınız. Gün yeni işlər, xüsusən də mürəkkəb və geniş miqyaslı işlər üçün ideal deyil. Əvvəldən çətinliklərlə qarşılaşmaq riskiniz var və həvəsinizi və uğura inamınızı qorumaq çətin olacaq. Bununla belə, əvvəllər başladığınız işi tez bir zamanda başa vura və bəzi tanış tapşırıqların öhdəsindən gələ biləcəksiniz. Qoç bürcünün bir çox nümayəndələri bugün israfçılığa meyilli olacaqlar. Ona görə də lazımsız xərclər və uğursuz alış-verişlər mümkündür. Daha qənaətkar olmağa çalışın və hər hansı böyük alış-veriş etməzdən əvvəl zövqünə və biliyinə etibar etdiyiniz insanlarla məsləhətləşin. Buğa bürcü. Dəyişiklik vaxtıdır kimi hiss edirsiniz. Bugün bunun üçün əla gündür. Bununla belə əvvəlcə məqsədlərinizi, prioritetlərinizi və fəaliyyət planınızı müəyyənləşdirməli olduğunuzu nəzərə almaq vacibdir. Hər addımı düşünsəniz, irəliləmək daha asan olacaq. Buğa, ciddi bir şey düşünürsünüzsə, tələsməkdən çəkinməlidir. Sizi yaxşı tanıyan insanların məsləhətləri faydalı ola bilər. Narahatlıqlarınızı və şübhələrinizi ən yaxınlarınızla bölüşmək çox güman ki, sizə dəstək olacaq. Lakin bəzi fikirləriniz başqaları üçün çox cəsarətli və ya riskli görünə bilər. Onların tənqidini dinləyin, düşünün, öz nəticələrinizi çıxarın və yalnız bundan sonra nə edəcəyinizə qərar verin. Bu, romantik münasibətlər üçün əlverişli gün olacaq. Görüşünüz xüsusi və yadda qalan olacaq. Sevdiyiniz insanla danışacaq çox şeyiniz olacaq. Maraqlı görüşlər mümkündür. Bunlardan biri gözəl bir romantik hekayənin başlanğıcı ola bilər. Əkizlər bürcü. Bu, hətta sadə və tanış problemlərin həllinin belə əzmikarlıq və ixtiraçılıq tələb etdiyi günlərdən biridir. Vəziyyətlər ümid etdiyiniz kimi getməyə bilər və siz yalnız planlaşdırılmış tapşırıqların deyil, həm də tamamilə yeni tapşırıqların öhdəsindən gəlməli olacaqsınız. Köhnə tanışlar bu işdə sizə kömək edə bilər. Lakin bu yaxınlarda ilk dəfə tanış olduğunuz insanların etibarlı müttəfiq olma ehtimalı azdır. Hətta onlar sizi həqiqətən dəstəkləmək istəsələr belə, onların hərəkətləri faydadan daha çox zərər verəcək. Şəxsi münasibətlərinizin necə inkişaf etdiyinə diqqət yetirin. Yaxınlarınızla qarşılıqlı münasibətlərinizdə gərginlik yarana bilər. Heç bir problem olmadığını iddia etməkdənsə, vəziyyəti anlamağa çalışmaq vacibdir. Çətin söhbətlər etməli ola bilərsiniz, amma bunlar qarşılıqlı anlaşmaya nail olmağınıza kömək edəcək. Görüləsi çoxlu iş və tədbirləriniz olacaq, amma günün sonunda belə enerji ilə dolu olacaqsınız. Axşam səyahətə və ya əyləncə tədbirinə dəvət olunsanız, əla vaxt keçirəcəyinizə əmin olun. Xərçəng bürcü. Tələsməyin. Səhər olduqca gərgin ola bilər. Bu xüsusilə xərçənglər üçün çətin olacaq. Çünki onlar vacib söhbətlər edəcək və ya müttəfiq olmaq istədikləri insanlarla ünsiyyətdə olacaqlar. Yanlış başa düşülmə riski yüksəkdir ki, bu da münasibətlərinizə mənfi təsir göstərəcək. Daha sonra nəyin səhv getdiyini anlamaq üçün çox səy göstərməli olacaqsınız. Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək və özünüzü daha inamlı və sərbəst hiss edəcəksiniz. Mürəkkəb iş problemlərini həll edə biləcəksiniz və hətta bəzi xərçənglər çox tezliklə özləri üçün faydalı olacaq bir şey öyrənəcəklər. Günün ikinci yarısı bir çox cəhətdən əlverişli olacaq. İşdə əhəmiyyətli irəliləyişlər mümkündür. Bacarıqlarınızı nümayiş etdirərək peşəkar mövqelərinizi gücləndirmək şansını qaçırmayın. Yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər, eləcə də xoş sürprizlər gözlənilir. Axşam köhnə əlaqələri yenidən canlandırmaq və mübahisə etdiyiniz biri ilə barışmaq üçün şans yaradacaq. Şir bürcü.
Nəsə vacib bir şey ağlınızdadır. O zaman mümkün qədər tez hərəkətə keçin. Günün ilk yarısı xüsusilə əlverişli olacaq və sizə bəzi vacib məqsədlərə çatmaq şansı verəcək. Buna nail olmaq üçün riskə getmək lazım gələ bilər. Amma intuisiyanız lazımsız risklərdən qaçınmanıza kömək edəcək. Yalnız sizin üçün deyil, həm də sizin üçün vacib olan bir şey etmək yaxşıdır. Sevdiyiniz və dəyər verdiyiniz insanlar üçün çox yaxşılıq edə, başqalarının həyatını çətinləşdirən problemləri həll edə biləcəksiniz. Bu, əvvəllər yola getməkdə çətinlik çəkdiyiniz insanlarla yeni tanışlıqlara və münasibətlərdə müsbət dəyişikliklərə səbəb olacaq. Günortadan sonra daha çətin olacaq. Gecikmələr ehtimalı var. Ona görə də başladığınız hər şeyi tamamlamaq üçün çox səbrə ehtiyacınız olacaq. Yığılmış yorğunluq da öz təsirini göstərəcək. Ona görə də bu vaxt üçün xüsusilə mürəkkəb və ya yorucu bir şey planlaşdırmamaq yaxşıdır. Həmçinin vacib maliyyə qərarları vermək də arzu olunmazdır. Bəzi vacib detalları görməməzlikdən gəlmək riski yüksəkdir. Qız bürcü. Bir çox şey yaxşı gedəcək və gün xüsusilə peşəkar uğur qazanmağa çalışan və gəlirlərini artırmaq istəyən qız bürcləri üçün əlverişli olacaq. Hətta çətin tapşırıqlar belə tez bir zamanda yerinə yetiriləcək. Və əlavə tapşırıqlar götürsəniz, səyləriniz səxavətlə mükafatlandırılacaq. Gözlənilməz mənbələrdən pul vəsaitlərinin daxil olması və qiymətli hədiyyələr mümkündür. Bəzi qız bürcləri istənməyən əşyaları satmaqla yaxşı qazanc əldə edəcəklər. Gün yaradıcılıq üçün də əlverişli olacaq. Qeyri-adi ideyalar ortaya çıxacaq. Şeyləri başqalarından fərqli görəcək və təxəyyülünüzə sərbəstlik verə biləcəksiniz. Şəxsi münasibətlər baxımından bu gün o qədər də asan gün deyil. Yeni tanışlarla ünsiyyət qurarkən diqqətli olun. Onlar haqqında ilk təsiratlar səhv ola bilər. Həqiqətən vacib məsələlər yalnız sizinlə ən çox eyni fikirdə olanlarla müzakirə olunmalıdır. Həddindən artıq gərginlikdən qaçınmağa çalışın. Bugün rifahınıza daha çox diqqət yetirməlisiniz və həmişəkindən biraz daha çox istirahət üçün vaxt ayırmaq. Tərəzi bürcü. Günün əvvəlində planlaşdırdığınız hər şeyi həyata keçirmək çox çətin olacaq. Ən vacib şeylərdən başlayın və istədiyiniz nəticəni əldə edənə qədər diqqətinizi yayındırmayın. Çox şey bir anda bir şeyə diqqət yetirmək, əzmkarlıq və ixtiraçılıq nümayiş etdirmək bacarığınızdan asılı olacaq. Yolda manələrin yaranması ehtimalı yüksəkdir və onları dəf etmək çətin olacaq. Dəstək üçün etibarlı müttəfiqlərə müraciət edə bilərsiniz, ancaq onları necə qarşılayacağınızı düşünməyə dəyər. Onlar sizdən əhəmiyyətli bir yaxşılıq gözləyə bilərlər və bunu əvvəlcədən müzakirə etmək ən yaxşısıdır. Zamanla müsbət tendensiyaların təsiri güclənəcək və vəziyyətin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Yeni tanışlar çox güman ki, sizə dəstək təklif edəcəklər. Burada intuisiyanıza qulaq asın. O sizə ən yaxşı hərəkət istiqamətini göstərəcək. Axşam yaxınlaşdıqca bir çox tərəzi bürcü üçün öz bürclərindən tamamilə fərqli olanlar da daxil olmaqla, müxtəlif insanlarla yola getmək daha asan olacaq. Həmçinin bir vaxtlar dəyərli olduğunuz əlaqələri yenidən canlandırmaq şansını da olacaq. Əqrəb bürcü. Böyük alış-verişlər etməzdən, bahalı xidmətlər üçün pul ödəməzdən və ya başqa bir səbəbdən puldan imtina etməzdən əvvəl 2 dəfə düşünün. Bu, həm öz, həm də başqalarının maliyyəsini ağıllı şəkildə idarə etmək və qənaət etmək imkanınızdan böyük fayda əldə edəcəyiniz günlərdən biridir. Şübhəli sövdələşmələrdən, xüsusən də bu yaxınlarda tanış olduğunuz insanlar tərəfindən təklif olunursa, çəkinmək ən yaxşısıdır. Əks halda, gün olduqca yaxşı keçəcək. Günün ilk yarısında ehtiyatlı olmaq və işgüzar münasibətlərdə seçici olmaq məsləhətdir. Kifayət qədər israrlı olsanız, bir çox mürəkkəb işlərin öhdəsindən tək başına gələ biləcəksiniz. Zamanla müsbət tendensiyaların təsiri güclənəcək. Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət qurmaq, ailə məsələlərini və planları müzakirə etmək üçün xüsusilə əlverişli olacaq. Axşam saatlarında
köhnə dostların baş çəkməsi mümkündür və onlarla vaxt keçirməkdən məmnun qalacaqsınız. Sizin üçün xüsusilə vacib olan bir şeylə bağlı xoş xəbərlər də mümkündür. Oğatan bürcü. Gün bəzi kiçik anlaşılmazlıqlar olmadan keçməyəcək, amma əhvalınızı pozması ehtimalı azdır. Bir çox oğatan əslində nə istədiklərini və buna necə nail olacaqlarını başa düşəcək. Bu oğatanların məqsədlərinə çatmalarına mane olacaq bir şeyin olması ehtimalı azdır. Amma onlara çatmaq üçün çox çalışmalı olacaqlar. Potensial işə götürənlər və tərəfdaşlarla işgüzar danışıqlar və görüşlər yaxşı keçəcək. Müxtəlif insanlarda xoş təsirat yarada və özünüzü ən yaxşı şəkildə təqdim edə biləcəksiniz. Bugün sırf peşəkar münasibətlər kimi başlayan münasibətlər sonda dostluqlara və ya hətta romantik münasibətlərə çevrilə bilər. Maliyyə çətinlikləri mümkündür. Güman etdiyiniz gəlir gecikə bilər və bu da sizi planlaşdırdığınız alış-verişləri təxirə salmağa və ya çoxdan gözlənilən səfərlərinizi yenidən planlaşdırmağa məcbur edə bilər. Yadda saxlamaq vacibdir. Bugün tez və asanlıqla varlanmaq şansınızın olduğu gün deyil. Əgər kimsə sizə asan pul vəd edirsə, sevinməyin, əksinə ehtiyatlı olun. Oğlaq bürcü. Günün saati əvvəlində şans bir çox səylərinizə müsbət təsir göstərəcək. Bu, xüsusilə oğlaqlar üçün əlverişli zaman olacaq. Çünki onlar vacib görüşlərdə iştirak edəcək və ya uzun müddətli müttəfiqləri ilə planlarını müzakirə edəcəklər. Bəzi xüsusilə vacib məsələlərin həllində sizə kömək təklif oluna bilər. Yaradıcı yanaşma tələb edən tapşırıqların öhdəsindən gələ bilərsiniz. Bəzi oğlaqlar üçün ixtiraçılıq və təxəyyül onlara uzun müddətdir davam edən rəqiblərini məğlub etməyə və ya intriqaları uzun müddətdir həyatlarını çətinləşdirən pis niyyətli insanları tərksilah etməyə kömək edəcək. Günortadan sonra da yaxşı keçəcək. Peşəkar nailiyyətlər əldə etməyiniz ehtimalı azdır, amma dəyər verdiyiniz insanlarla münasibətlərinizdə müsbət dəyişikliklərə səbəb olacaq. Romantik sürprizlər və gözlənilməz hədiyyələr ehtimalı yüksəkdir. Bunlardan xüsusilə məmnun qalacaqsınız. Axşam üçün mürəkkəb və ya yorucu bir şey planlaşdırmamaq ən yaxşısıdır. Çox güman ki, bu zaman istirahət etmək istəyəcəksiniz və özünüzə bunu etmək üçün fürsət vermək ən yaxşısıdır. Dolça bürcü. Ehtiyatlı olmaq zərər verməz, amma ümumilikdə gününüz yaxşı keçəcək. Çox səy göstərmədən tək başına həll edə biləcəyiniz işlərlə başlayın. Sadə problemlərin həllində uğur qazanmaq sizə ilham verəcək və irəliləmək daha asan olacaq. Günorta saatlarında daha ciddi planlar həyata keçirməyə başlaya bilərsiniz. Gözlənilməz görüşlər ehtimal olunur və bir çox dolça bürcünün xoş sözlər eşitdikləri insanlarla tanış olmaq şansı olacaq. Dostluq və ya romantik münasibətlərin başlanğıcı mümkündür. Amma hər şey təşəbbüs göstərib, ünsiyyətə maraq göstərməyinizdən asılı olacaq. Məişətdə fikir ayrılıqları ehtimal olunur. Bunlar çox güman ki, maliyyə və ya məişət məsələləri, yaxud kiminsə başqaları ilə məsləhətləşmədən dəyişdirmək istədiyi ortaq planlarla bağlı olacaq. Belə anlarda sakitliyi qorumaq olduqca çətin olacaq. Lakin münaqişələrdən qaçmağa çalışın. Balıqlar bürcü. Gün uğurla başlayacaq. Vacib bir problemi həll etmək və ya çox səy göstərdiyiniz bir layihəni uğurla başa çatdırmaq üçün ulduzların dəstəyindən istifadə etməlisiniz. Keçmiş həmkarlarınız və ya köhnə dostlarınız kimi uzun müddətdir tanış olduğunuz məlumatlar faydalı ola bilər. Bu bürcün bəzi nümayəndələrinin iş və ya bizneslə bağlı əla fikirləri olacaq. Bir az sonra planlarınızı həyata keçirə və nəticələrdən məmnun qala biləcəksiniz. Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri azalacaq. İşgüzar münasibətlərdə gecikmələrə, peşəkar fikir ayrılıqlarına və tərəfdaşlarla ünsiyyətdə çətinliklərə hazır olun. Bu vaxtda planlaşdırılan iş görüşləri planlaşdırıldığı kimi getməyə bilər. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək və çox vaxt yaxınlarınızı bir kəlmə belə danışmadan başa düşəcəksiniz. Axşam saatları səmimi görüş, romantik görüş
və ya ailə tədbiri üçün uyğundur.